إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد İlk növbədə qardaşlar, hər birini salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuhu. Bundan sonra təşəkkür edirəm. Allah sizdən razı olsun. Elhamdülillah, gözəl oldu, xoş oldu. Qardaşlarla görüşdük. Allah bərəkət diləsin bu məclisi. Allah malınıza bərəkət versin. Və bundan sonra nəsihət istənilir, elhamdülillah. Nəsihət olaraq istərdim ki, ümumən xəstəliyin nimət olması və onun faydaları və xəstəlikdə olan hikmətlər və onun hökmləri haqqında mövzulara başlamışıq, oxuyuruq, elhamdülillah. Misal, əvvəlki dərslərə də qulaq asa bilərsiniz, faydalana bilərsiniz. Və onun həmin mövzunun ardını inşallah oxuyacağıq. İnşallah Allahdan istəyirik ki, Allah Subhanahu xeyirli etsin, faydalı etsin, bərəkətli eləsin, bizləri eşidib faydalananlardan etsin. Və inşallah bu gün oxuyacağımız mövzu Əsbəb-ı sabr aləl-marad. Xəstəliyə, yəni səbr etməyin səbəbləri. Və onlardan birincisi nədir qardaşlar? Əl-ilmu bi-ənəl marad müqəddərun min indillah. Elmdir. Hansı ki, sənin bilməyin ki, xəstəlik Allah Subhanahu və Taala'nın qədərindəndir. Yəni Allahdandır. Və sən bununla bilirsən ki, Allah Subhanahu Taala göndərib, Allahın qədərindəndir bu xəstəlik və yaxud bu müsibət sənə düçar olub. Və bu elm ki var, sənə kömək edir ki, səbirli olasın. Yəni səbir deyirsən ki, Rəbbimizdəndir. Elhamdülillah. Dəlil nədir? Allah Subhanahu Taala Tövbə surəsi 51-ci ayədə buyurur ki: "Əuzu billahi mineşşeytanirracim. Qul len yusibana illa ma kataballahu lana." Deyinə, bizə nə müsibət gəlibsə, yalnız Allahın təqdir etdiyi, yəni qədərindəndir. Yalnız Allahdandır. Yəni Allahın qədərində var. Allah bizə bunu yazıb. Nə müsibət varsa, Allahın bizə yazdığıdır. Artıq sən bununla neynirsən? Elmlənirsən ki, Allah sənə verib bunu, Allah yazıb və səbr edirsən. Demək, səbr etməyə kömək edir sənin bilməyin ki, Allahın qədərindəndir. Və həmçinin Allah Subhanahu taala buyurur ki: "Mə asabə min musibətin illə biiznillah." Nə hər bir baş verən müsibət yalnız Allahın izni ilə olur. İllə biiznillah. Yalnız Allahın izni ilə olur. Və men yu'min billahi yehdi qalbehu. Allah kimə, yəni iman nəsib etsin, kim ki iman gətiribsə Allaha, Allah onun qəlbin hidayətə yönəldir. Yəni ona hidayət verər. Yehdi qalbehu. Kim Allaha iman gətiribsə. Və bu ayədən də bildik ki, mə asabə min musibətin illə biiznillah, yalnız müsibətlər Allahdandır. Yəni xəstəlik yalnız Rəbbindəndir. Həmçinin qalə Alqamə rahimehullah buyurur ki: "Huvar-racul tusibuhul musibə." Allah Subhanahu taala dedi ki: "Və men yu'min billahi yehdi qalbehu." Kim də Allaha iman gətiribsə, Allah onun qəlbini doğru yola yönəldər. Hansı ki, ayənin əvvəlində nə gəldi? Müsibət yalnız Allahdandır. Alqamə rahimehullah da buyurur ki, o kəsdir ki, ona müsibət baş verib, düçar olub, fəya'lamu ennəhə min indillah. Və o bilir ki, bu xəstəlik, müsibət yalnız Allahdandır. Fəyarda və yüsəllimu. Və Allahdan razı qalar gələn müsibətə. Razı olar və təslim olar Rəbbinə. Və ikinci səbəb, ən tətəyaqqənəllaha ərhamu bikə min nəfsikə və minən nəsi əcməin. Və sənin bilməyin ki, yəqinlik olur səndə ki, həqiqətən Allah Subhanahu və Taala sənin özündən də, bütün yaratdıqlarından da ərhamu, daha rəhimlidir. Allah Subhanahu Taala daha rəhimlidir. Buna səndə yəqinliyin olması. Və Allah Subhanahu Taala buyurur ki: "Kətəbə rabbukum alə nəfsihir rəhmə." Allah öz nəfsinə, yəni rəhimli olmağı vacib etmişdir. Hansı ki, Allah Subhanahu öz nəfsinə.
Yəni səndə yəqinlik yaranır ki, Allah Subhanahu va Taala rəhimlidir. Və bu Allahın rəhimli olduğunu bilməyin sənə həmin o baş verən müsibətə, xəstəliyə səbr etməkdə kömək edir. Hədisdə gəlir ki, Allahu ərhamu bi ibadihi min hadihi bi valadiha. Allah Resulü hansı ki bu hədisin uzun hədis Ömər radiyallahu anhu rəvayət edir. Fayda olaraq deyək. Ömər radiyallahu anh rəvayət edir ki, döyüşdə əsirlər Allah Resulünün yanına gətirildi. Və bir qadın öz itmiş övladını axtarırdı. Təlaş içində idi, təşvişli idi. Qorxu içində idi, öz balasını axtarırdı. Və öz övladını deyir, o qadın tapdı və tez onu başladı əmizdirməyə, qadın. Övladına süd verməyə. Allah Resulü bu halı gördü və deyir, sahabələr dedi ki, fikir verirsinizmi? Yəni öz balasına necə rəhimlidir. Öz balasına necə rəhimlidir. Məgər istəyər o balası oda girsin. Sahabələr dedi ki, xeyr, ey Allahın Rəsulü. Onda Allah Resulü dedi ki, baxın, Allah o qadın öz balasına necə ki rəhimlidir, Allah ondan daha çox rəhimlidir. İstəməz ki, qulları cəhənnəmə girsin. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm bunu dedi. Yəni ki, dəlil olaraq şeyh gətirir ki, yəni Allah subhanahu wa ta'ala bizim özümüzdən daha rəhimlidir. Sən necə sağalmaq istəyirsən, sən necə ki müsibət gəlib, səbr etmək istəyirsən, müsibətin getməyin, tez dəf olmağını istəyirsən, Allah səndən daha rəhimlidir. Sən bunu düşünəcəksən və səbirli olmaqda sənə kömək edəcək. Və həmsinin sənin bilməyin ki, Allahın haqqıdır ki, sənin üzərində sən müsibətlərə səbr edəyəsən. Gələn imtihanlara səbr edəyəsən. Yəni, sən bunu bilirsən ki, Allahın haqqıdır. Sən səbirli olmağı istəyir Rəbbin. O da nə deyir? Fəhuvə ubudiyyəti darra. Sıxıntıda sənin Allaha olan qulluğundur. Ubudiyyə yəni qulluğundur. Sıxıntı gəlib, müsibət gəlib, xəstəlik gəlib, adam səbr edir. Səbr edir, Rəbbimdəndir. Və Allaha olan qulluğun tərk eləmir. Davam edir ibadətlərində. Yerinə yetirir, asilik eləmir, şükr edir və bilir ki, Rəbbindəndir və bu da nə ilə olur? Səbirlə olur. Və bu sənə, bu elm sənə kömək edir ki, daha da səbirli olasın. Və həmçinin xəstəliyin faydalarını düşünməyin. Xəstəliyin faydalarını fikirləşirsən ki, xəstəlikdə nə qədər faydalar var. Allah Subhanahu taala bununla şeyx deyir ki, necə ki, marrat mə'anə əvvəl zikr elədik. Əvvəlki dərslərdə xəstəlik hansı ki, insanın günahlarını tökür. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, hətta bədənə batan tikan belə onun günahlarına kəffarədir. Hətta bədənə batan tikan belə. Yəni, qulun çəkdiyi hər bir sıxıntı, tikanın orada misal gətirilməyi, necə şeyxlər buyurur, hətta ən yüngül çəkdiyin, yəni ağrı. Tikan ən az olanıdır. Ən yüngül çəkdiyin bir ağrı, bir sıxıntı belə sənin günahlarına kəffarədir. Və 5-ci fayda ən təalləmə ənəllaha əradə bikə xayran fi hədəl marad. Və fil hədis mən yuridilləhu bihi xayran yusib minhu. 5-incisi sənin bilməyindir ki, Allah subhanahu wa ta'ala bu xəstəliklə sənə xeyir istəyir. Nədir dəlil? Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah kimin üçün xeyir istəyərsə, yusibu minhu. Yəni, ona imtihan verər. Allah kimə xeyir istəyərsə, ona müsibət verər. Təsəvvür edin, sənə müsibət gəlir, fikirləşsən ki, Allah subhanahu taala xeyir istədiyinə verər onun. Elm, yenə də elm. Sənə kömək edəcək ki, səbirli olasın. Və növbəti fayda, hansı ki, səbr etməyə kömək edir. Ən tə'ləmə ənəl ibtilə bil marad və qayrihi aləmə alə məhəbbətilləhi lil-abd. Sənə bəlaların, müsibətlərin, sıxıntıların, xəstəliklərin gəlməsi, bununla imtihan olunmağın, o ondan xəbər verir ki, Allah subhanahu wa ta'ala səni sevir. Yəni, Allahın məhəbbətindəndir. Alə məhəbbətillə. Allah subhanahu wa ta'ala səni sevməyinə dəlalət edir ki, sənə müsibət göndərib. Sənə xəstəlik göndərib. Necə ki,
Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem hadis-i şərifində buyurur ki, İnna izamil cəzai ma'a izamil bəla. Mükafatın böyüklüyü sənə gələn bəlanın böyüklüyü ilə bərabərdir. Yəni sənə nə qədər əziyyət, nə qədər çox çəkəcəksənsə, mükafat o qədər çox olacaq. Sənə gələn xəstəlik, müsibət nə qədər ağır olacaqsa, verilən mükafatın çəkisi də o qədər ağır olacaq. Və innallaha izə əhəbbə qavmən vəbtələhum. Əgər Allah subhanahu və taala bir qövmü sevərsə, onları müsibətlə, xəstəliklə ibtila edər. Fəmən radiyə fələhur rida. Kim razı olarsa ona gələn xəstəliklə, imtihanla ki, ya Rabbi səndəndir, razıyam mən. Müsibət səndəndir, xəstəlik səndəndir, Allah da ondan razı olar. Yəni bu razılıqda Allahın razılığı var. Və mən səxitə fələhus səxat. Kim də qəzəblənərsə xəstəliyə, xəstə halına və yaxud da ki, hər hansısa bir baş verilmiş müsibətə, bilsin ki, Allahın qəzəbi bundadır. Ona görə kim ki xəstədir, kimə ki müsibət gəlib, imtihan gəlib, səbr etməlidir. Və növbəti fayda hansı ki, xəstəyə səbr etməyə kömək edir. Yəni, bir günən ki, sənin deyinməyin, səbirsizlik eləməyin fayda vermir. Və sən bilirsən ki, yəni deyinsəm, səbirsizlik eləmsən, mənə fayda verməyəcək, heç bir faydası yoxdur. Və ancaq deyinsəm, asiyə eləsəm xəstəliyə, müsibətə, səbr eləməsəm, Allah subhanətə daha da mənə olan ağrısını artıracaq və daha da müsibətim artacaq, mənim üçün həyat darlaşacaq, sıxıntı içində olacaq, rahatlıq tapa bilməyəcəm. Və hətta sənə verilən, hansı ki səbr etsən, verilən əcr ki var, savab, onu itirmiş olacaq. Necə ki, hədisdə gəldi ki, fəmən radiyə fələhur rida. Allah Resulü ki, kim razı olarsa, başına gələn xəstəlikdən, ya Rabbi, həmd olsun, səndəndir. Şəfa ver mənə, səndəndir. Və yaxud müsibət gəlib atasına, balasına, ya Rabbi, səndəndir, həmd olsun sənə. Sən əlacın ver, dərmanın ver. Belə desə, bilsin ki, Allah ondan razıdır. O mən saxada yox, kim ki qəzəblənsə, nə oldu, elə ancaq mən xəstələnirəm, mənə gəldi xəstəlik, elə ancaq bu xəstəlik, bu dəhk gedir, o dəhk gəlir, o gəl, belə danışanlar var. Allah qorusun bizi, salamat eləsin. Yoxsa belə danışsan, deyinsən, getmir, neyinirik, düzəlmir, ancaq deyinmək, narazılıq, şikayət Rəbbindən, o bilsin ki, o mən səxidə fələhus səxat. Bilsin ki, Allahın qəzəbindədir. Kim qəzəblənərsə, Allahın qəzəbi var orada. Yəni, Allah da ona qəzəblənər. Və növbəti, insana neyinir? Xəstəlik ölümü xatırladır. Ölümü ona xatırladır. Və surratil intiqal an həzihiddər. Və xatırlayır ki, bu dünyadan tez gedəcək, yəni. İnsan xəstəlik elə bir haldır ki, elə bir ağrıdır ki, insan ölümü xatırlayır. Və həmsinin Əbu Hureyr radiyallahu anhudan hədsiz zikr edir şeyx, buyurur ki, Allah Resulü əksiru zikrə həzimil ləzzət. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ləzzətləri darmadağım edən ölümü xatırlayın. Yəni ölüm, ölüm insanın ləzzətini darmadağım edir. İnsan istəmir üzü gülsün. Yəni artıq öz halından razı olursan. Əksinə Rəbbinə qovuşacağını bilirsən, daha çox əməl edirsən. Və Allah Resulü sonra dedi ki, fəmə zəkərəhu abdun qattun və huvə fi dıйqin illə vəsəhu aleyhi. Çünki bir qul darlıqda, çətinlikdə ikən onu xatırlayarsa, Allah Subhanahu onun, yəni onun üçün, qəlbin genişləndirər. Qəlbin genişləndirər. Və la zəkərəhu və huvə fi vəsiyyətin illə dayyəqəhu aleyhi. Kim də bolluq, rahatlıq içində ikən xatırlayarsa, Allah Subhanahu onu daraldar. Nə deməkdir, qardaşlar? Yəni, hətta rahatlıqda xatırlasan ölümü, Allah Subhanahu o rahatlığı, o dünyanın gözündə kiçildəcək. Qürrələnməyəcəksən o varla, mülklə. Ona görə salih sələflər deyər ki, gedin qəbirstanlığa. Peyğəmbər sallallahu aleyhi ve sellem deyər ki, ziyarət edin qəbirləri. Elə olduğu halda sən artıq qəlbin bağlanmır dünya nimətinə, dünya malına.
Əks halda baxırsan ki, səhərdən axşama kimi ancaq dünya ilə məşğul olmusan, ancaq mal, mülk, Allahın dinindən axşam hesabat versən özünə görsən heç nə yoxdur. Belə olduğu halda bu Allah Rəsulunun tövsiyəsidir ki, qəbirstanlığa get. Get xatırla. Necə ki, sələflər deyərdi ki, get görəcəksən nə qədər insanların işləri yarımçıq qaldı. Get. Nə qədər iş quranlar var idi. Arzu istəyi olanlar var idi. Hamısı yarımçıq qaldı. Bax, torpağın altındadılar. Artıq sən, hətta xəstəlik varsa, qəlbin genişlənəcək. Ölümü xatırlayırsan, qəlbin genişlənəcək ki, Rəbbinə qovuşmaq var. Sənin üçün səbri neynədir? Asanlaşdırdı, səbr edə bilirsən. Və qalə Ömər ibn Abdüləziz radiyallahu anhu buyurur ki, Ömər ibn Abdüləziz, əgər dünyada səni kədərləndirən, sıxan, nəsə bir şey var olanda, hansı ki bu dünyada kədərlənmirsən, sıxıntı içindəsən, o zaman deyir ki, ölümü xatırla, Allah sənin üçün asanlaşdıracaq. Yəni, rahatlaşdıracaq qəlbini. Sıxıntıdsan, sıxıntı var, xəstəlik gəlib, müsibət gəlib, ölümü xatırla. Yəni, neynəyəcəksən, Allaha qayıdacaqsan. Fikirləşirəm ki, əlhəmdülillah, müsibət oldu. Nədir sonu? Rəbbimə qovuşmaq. Artır günah. Salih əməl artır. Həmçinin şeyx deyir ki, xəstəliyə səbr etməyə kömək edən səbəblərdən sən bilirsən ki, xəstələnəndə bu dünya nədir? İmtahan yeridir. İbtila, müsibətlər olan imtahan yeridir. Və elə bir yerdir ki, orada sıxıntılar var, hüzün var, kədər var. Sən beləcə baxırsan ki, dünya budur da, yəni. Yəni, nə gözləyirsən? Onsa sıxıntıdasan, xəstəlik səni sıxır və yaxud da ki, müsibət gəlir, o səni sıxır. Xatırlayırsan ki, zaten Allah subhanahu dünyanı bunun üçün yaradıb. Nədir dəlil? Allah subhanahu wa ta'ala buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي كَبَدٍ. Biz insanı çətinlik içində xəlq etdik. Allah subhanahu wa ta'ala buyurur. لَقَدْ خَلَقْنَا. Biz xəlq etdik insanı neydə? Çətinlik içində. Sənin zaten yaradılışın belədir. Sən artıq bildin ki, sən çətinlik içində yaranmışsan, səbr edəcəksən. Sənə kömək edəcək. Və həmçinin şeyx buyurur ki, التسلي والتأسي بالنظر إلى من هو أشد منك بلاءً وأعظم منك مرضًا. Və səndən bəla baxımından, müsibət, xəstəlik baxımından daha şiddətli olana baxırsan. Misal olaraq, ayağının birini itirmisən. Xəstəlik üz verib, ayağının birini itirmisən. İki ayağın itirmişə baxırsan. Baxırsan ki, subhanallah, onda iki ayaq gedib. Xatırlayırsan onun halını və deyirsən ki, subhanallah, o məndən daha çətin içindədir. Şükür olsun Allaha, məndə heç olmasa biri var yerindədir. Yəni, sənin halından daha şiddətli olana baxırsan. Sənə bir müsibət gəlib, başqa müsəlman qardaşını xatırla, hansı ki, ona daha böyük müsibət gəlib. Allah qorusun, evi yanıb. Bax ona. Sən əlin yanıb deyənə deyinirdin. Evi yanana bax. Bir ayağın yoxdur deyənə deyinirsən. İki ayağı olmayan şəxslərə bax, qazilərə bax. Şükür edəcəksən. Yəni, sənə kömək edəcək səbr etməyə bu müsibətə. Şeyx buyurur ki, bax ki, Allah Subhanahu wa ta'alanın səndə digər qalmış neymətlərindən. Səndə nə qədər neymətlər var? Ni'mətül iman, iman neyməti, ağıl neyməti, eşitmə, görmə neyməti, baxma neyməti və digər neymətlər. Səndə biri gedib, ağlın yerindədir, bax ona. Qolunu itirmisən, müsibət gəlib, bax ki, digər qolun yerindədir. Allahın sənə verdiyi iman neyməti yerindədir. Və digər neymətləri xatırla ki, və sənə kömək eləyəcək deyir, səbr etməyə. Başıva gələn bu müsibətə, bu xəstəliyə. Baxın, sələflərimizdən Qalə Bəkr Əl-Muzəni rahiməhullah söyləyir ki, İmam Muzəni rahiməhullah çox dəyərli kəlmə deyir. İn əraddə ən tə'ləmə qadrı mə ən'amallahu aleykə fəğammid ayneykə. Bilmək istəyirsən, deyir, Allahın sənə neymət verib. Hansı neymətlər verdiyini bilmək istəyirsən? Deyir, o zaman gözlərini yum. Gözlərini yum, görəcəksən sənə Rəbbin nə qədər neymət verib. Həmçinin və min əsbəb-i sabr aləl-mərad ən tusabbir nəfsəkə aleyhi kəmə fil hədis.
Nəfsini səbirli olmağa, həmçinin səbəblərdən biri nəfsini səbirli olmağa tövsiyə edirsən. Nəfsini vadar edirsən ki, səbirli ol. Necə ki, hədisdə gəlib ki, Allah Rasulü buyurur ki, وَمَنْ يَتَصَبَّرْ يُسَبِّرْهُ اللّٰهِ. Kim səbr edərsə, yəni Allah Subhanahu taala hansı ki, yəni kim səbirli olmağa, yəni çalışarsa, Allah ona səbir verər. Kim çalışarsa ki, səbirli olsun, Allah Subhanahu taala onu müvəffəq edər. O belədir. Öz nəfsini də tövsiyə edəcəksən səbirli olmağa. Və yekun olaraq şeyx buyurur ki, və o səbəblərdən biri də budur ki, insan fikirləşir ki, sonunda qurtuluş var. Əgər səbr etsə, sonunda qurtuluş var. Fikirləşsən ki, deyinməsəm, şükür etsən, sonu var bunun. Qurtulacam, Allah Subhanahu taala bağışlanmış qullarından olacam. Bax, bu qurtulmağı düşünməyin belə səbr etməyə kömək edən amillərdəndir. Bu qədər qardaşlar, yəni bu məclisimizdə istədik ki, səbr, xəstəliyə səbr etməyə kömək edən amillərdən danışaq, bu şeylər var. Və Allahdan istəyirəm ki, Allah Subhanahu taala bunu xeyirli etsin, eşidib bizləri faydalanlardan etsin. Və o müsəlmanlar ki, xəstəliklə, müsibətlərlə, imtahanlarla ibtila olublar, düçar olublar, Allahdan istəyir ki, Allah Subhanahu taala onlara səbr versin. Bütün müsəlmanların xəstələrinə Allah Subhanahu taala kamil şifa versin. Və bütün bunun da içərisində həmçinin qazilərimizə dua edir, Allah Subhanahu onlara kamil şifa versin, acil şifa versin. Və Allah Subhanahu taala bütün müsəlmanlara səbirli olmağı müvəffəq eləsin. Aqulu ma təsməun, estəğfirullah li və lakum və li səyyidil muslimin min kulli zəm, estəğfiruhu innehu huvel gafurur rahim.